Bir dəqiqə səsi bağlayacağım. Sən kişə qadınısan. Bir dəqiqə, bir dəqiqə, bir dəqiqə, Sənin bir dəqiqə, ərin bir bana dəqiqə, ərir. bir dəqiqə. Yanında Bir dəqiqə. qriyetin çək. Bax, gözəl söysə səni də çıxardacağım. Bax, onu çıxartdım. Söysə səni də çıxardacağım. Qulaq as. Səslərini Səndən bağlı bağlamışam. nə deyibsə. Səslərini bağlamışam Səfər. Qulaq, indi mən qulaq as. Olan səsi mən bağlamışam. Ay kişi, bax, gözələ mən dedim ki, gözəl, söysə, əriyin papağını elə bir ki, tacını salırsan unutacaq. Gözəl başladı yenə söyməyə. Ay qardaş, ay başına dönüm, incimə, ay gözəl. Mən Zaurun yerində olsaydım, bu kriteriyada olan adamların heç bir nefrin kəndarına buraxmazdım. Azərbaycanda Zaur tək insanların haqqı yemədi ki, tək qazinin haqqı yemədi ki, şəhid ailəsinin evi yemədi ki, Zaur həm də Azərbaycan cəmiyyətinə bir qrup inciməyin, tam səmimi deyəcəm, əxlaqsız danışan, əxlaqsız ritorikanı təbliğ edən insanları Azərbaycan cəmiyyətinin içinə buraxdı. Dilənçiliyi yarattı. Əvvəl dilənçinin bazarda görüldük. TikTok Zaurun dilənçiləri ilə doludur. Sonra deyirlər ki, ay Səfər, niyə Zaura qarşı qərəzlisən? Zaura qarşı qərəzliyəm. Səsin zəif gəlir. Bir dəqiqə. İndi səsim necə gəlir başqalarına? İndi yaxşıdır. Sən telefonuna xod ver. Qulaq az. Zaur Baxşəliyev Azərbaycan cəmiyyətinə bilsən hansı yaraları vurdu? Bax bu kimi yaraları. TikTok'a girirsən hər yer Zaurun dilənçiləridir. Hər yer. Biri var konneksiya isə belli için. Dostlar güya koladır. Dostlar vəziyyət pisdir, sən ona pul atır. Biri çıxıb deyir ki, maşın Allah mənə pul atır. Aç ki, dərmana pul yığan görmüşdüm. Yeməyə pul yığan görmüşdüm. Qışda ayaqqabıya pul yığan görmüşdüm. Amma da maşına pul yığmaq nə idi? Ay sənin başına dönüm. Zaur getdi. Zaur görməcör oldu. Zaur getdi. Zaur sabah başqa bir verilişlə gələ bilər, amma xislətini dəyişməyəcək. Zaur gen Azərbaycan büdcəsindən pul uğrayacaq. Azərbaycan büdcədən necə? Qara pulların uğurlanması büdcəyə girmək deməkdir. Pul gəlir, əgər o puldan dövlətin büdcəsinə gedirsə, vergi, sosial plan, bu olur halal qazanc. Yox, o pulda əgər sosial vergi tutulmursa, bu olur qara pul. Mən dövlətdən xahiş edirəm. Bir gün Zaurun əmlakını araşdırın. Zaurun əmlakını araşdırın, Zaurdan deklarasiya istəyin, görün Zaur o pulu hardan qazanıb və o pulun vergisini veribmi? Yox. Bizi niyə? Çünki o pulun hamısı qara yolla, bax Xəlildən, Hüseyndən, vəkillərdən, həkimlərdən gələn pullardır. Qara pullar. O neyse o mən söydüyünə görə çıxartdım. Qardaşım, qoy mən nədir, güllü profil nətər oldu? Mənim uşaqların, mən Allahla danışaq, bax, bu çörək mənə qənim olsun. Uşaqlar balaca idi, uşaqlar üstünə qonşular hücum çəkdi. Hücum çəkəndən sonra Buyur. Uşaqları mən döyürlərdi, özümü qabağa atdım. Bunu da Qaradoqdan çəkiblər, öz qohumları çəkib atıblar mənim keçmişki yoldaşıma. Bu yalan deyil. Bunu da ki kaydını çəkibdi, bir-birin WhatsApp-da direktə nömrəsini veribdi, atıbdı. Nə oldu? Mehir, WhatsApp-dan səndən danışırdı. Bir ildir səndən danışıram. Nə vaxtda səndən canlıma da gəlirdin. Onda demirdin ki, parkda səni döyüblər. Onda demirdin. Bir dəqiqə, gözəl üzr istəyirəm. Gözəl, dostlar, biz bir neçə gün bu səhifədə canlıda olacaq. Hər birinizə xahiş edirəm. O bir səhifəm spam altındadır. O 71 minlik səhifəm. Kim əgər bu səhifədə canlılara baxmaq istəyirsə, xahiş edirəm bu səhifəyə takib atsın. Və kim takib atacaqsa, şərh bölümünə bir dənə bir işarəsi, ya bu işarəni qoysun, xahiş edirəm, gözləyirəm. Ceyhun bəy, xoş gəldin. Bir də xahiş edirəm, ekranı bəyənin və paylaşın. Bir də bu nömrəyə takib atın, xahiş edirəm. Xoş gəldiniz, qardaşım. Salam, xoş gördük. Neyso xanım, söydünüz də çıxartdım da. Neyso xanım söy. Bax, indi görsən, gözəl də söymür. O gələndə aləm dəqiqliyinə gözəl çıxar, sonra nehri qoşarıq da. Siz ikiniz bir arada alınmır. Xahiş edirəm dostlar, kim dəvət göndərirsə, takip. Bu işarəni qoysun, xahiş edirəm. 1000 nəfər adamıq. Bu işarəni qoymağınıza xahiş edirəm. Kim əgər bəyənsə. Füzu, gözəl. Ay gözəl.
Sən Bəli. ölənlərin adı. Zaur orada əsasən kimlərə deyirdi səfərin canlısına çıxmayın? Bax, Sənibər xalıya, mənə, Füzuliyə, Aysmana, ondan sonra Annaya, Qulaq as. Onu opşu hamınıza deyirdi səfərin canlısına çıxmayın yoxsa bir-bir? bütün ATV iştirakçılar hamısına deyirdi. Esmə də qayıtdı belədi. Çıxdım deyib, payını verdim dedi. Az danışıb. Nə pay vermə, Zaur yıxdın sürütlədin dana. Ha elə dedi. Mən millətin içində Füzulinin yanında, Füzuli də orada dedim. Çıxdım deyib, payını verib düşdüm aşağı. Vay. Esmra'ya özünə pay verən lazımdır. 70 yaşı var, torp. Ona denə 70 yaşın var, özünə taxta al, mismar al, məzar düzəlt, qəbir qazdır, lapatka al, tüsər al. Gedir evə deyir, ər istəyirəm. Ər nədir, sən öləsən, nə ərə geçsən? Sən ər vaxtıdır. Bu ilə əmək kimisən zibilə salasan, neysən? Əri gedir öləsən, neysən həmin günü? Nə var mən Füzuli ilə? Mənə bax, nə var mən Füzuli ilə, ələt Füzuli mənim əlimdən tutub Qəbəliyə gəldik mi? Ay töybə, Esmirab dedi ki, vay faytonda mən gedəcəm. Füzulini orada nevləndirdi, ürəyə tutdu Füzulini. Durdum ayağa dedim ki, mən gedirəm sabahlarım. Bax, mənim bu krestomda oturduğum yerdə sən oturasan. Elə də oldu. Allah hamd olsun. Orada hamını əsəbləşdirirdi. Hamını. Mən deyir, tık ayaqqabısını geldi. Mən deyir, payını verdim deyir, oturdum orada. Sözümü deyip oturdum. Kim deyir onu? Esmira deyir. Günah Esmira'nın deyirlər, günah Azrail'indir. Esmira'nın tayların üstündə bir meşalka beton var. Allah. Düz deyir ha. Vallahi bu kardeşim düz deyir. Düz deyir. Ay kişi olur. Deyir ki, gözələ deyir kəbi kəstirmirsən. Gözəl bilirsən də Pusat-ı Füzuli sənin evində şəriət baxımına baxsa haramdır. Yəni halal deyil də. Bir dəqiqə. Yəni Pusat-ı Füzuli halal nemət min bərəkət deyil də. Yəni haramdır. Mənə bax, bir belə Azərbaycan, Bakı, Göyçay, Ağdaş, Mingəçevir, güya halallıq var. Yox da indi məsələ budur ki, bizim efirdə olan adamı deyirəm də, yəni Pusatı biləsən ki, Füzulidə halal nemət yoxdur. Təmiz tutma Pusatı Füzuli, elə necə qalmasa var, təmiz donuz əti. Füzuli elə bir şeydir. Çünki hələ kəbin yox, kəbin zaks yoxdur. Kimdir bu ölməmiş Allah kimdir? Qulaq, mənə bir də bir sənə xatırlayıram, orada mənə təsir edən bir şey var idi, onu demişdim. Gözəl o vaxtı, mən yenə deyirəm, mənim gözəldən xoşum gəlir, gözəl bilir mən gözəl bunu endiyə çıxarmışam. Mən əvvəldən demişəm ki, bir gün gözəl, sən mənim yayınımda Zauru söyətsən, dedim, demədim. Dedim, həmin gündür, gün həmin gündür, bunu başqa qırağa. Orada şey dedi ki, Füzulinin, hamı bilir ki, Füzuli çarəsiz adamla. Sən Allah hərəni bir cür yaradır da. Zaur dedi ki, ev işləyib, dolanacaq, Zaur qayıtdı ki, Füzuli dedi. Qapın bağlayın, külək gəlir, bir növü qurdu, salımı elədi. Zaurun onunla bax, sən onunla da belə güldün. Mən dedim ki, sən həyat yoldaşını araya qoyurlar, sən gülməli deyilsən. Zaurun özü, bax, bu bərəkət haqqı, Zaurun özü ilk dəfə maşına qaynata şotuna minir. Yəni Zaur kiməsə səhv tuta bilməz. Əlbəttə elədi da. Zaurun Yəni sən özün, qula bilirsən nətərdir? Ay başına dönüm, deyir, piyada atlıya gülməsə işi yerimez. Sən özünə birinci cipi qaynat, nişanlının atası alır. Sonra da siz nişanlananla həmin maşını sənin əlindən alıblar. Yəni sən durub başqa birinə, arvad evinə girdi deməyə sənin duxun yoxdur. Əlbəttə yalan deyirsən. Heç kəsin duxu yoxdur. Çıxsın bir adam burada mənə desin ki, Səfər qaynata tərəfin şotuna nəsə eləyir. Mən qaynata tərəfin şotuna yalnız dava eləyə bilərəm. Tam səhvli deyim. Davalar eləyə bilərəm. Dostlar, xahiş edirəm ekranı bəyəni takip atın. Çox xahiş edirəm. Allah'a götürdüm. Yukarıdaki kardeşim ne dersiz? Ne var ne yok? Necə? Yukarıdaki kardeşim dersen gazidir. Qazi. Qulaq. Allah Gözəl. sağlık versin. Gözəl.
Bəli. Mən ümumiyyətlə, Ceon, sən də bilirsən, məndə bir xarakter var. And olsun Allaha, mən qoyduğum proqnozlar hamısı yerini alır. Vallah billah. Sən Sən sevirsən. özün də görmüsən, az çox görmüsən. Bir də məndə bir xarakter var. Bir 5 dəqiqəlik videoda heç kim bir nöqsanı tuta bilməyəndə mən orada nöqsanı dərhal tuturam. Bilmirəm, Allah da özü mənim bilirəm, mənim təsirim yox, mənim universitetim yox, mənim magistrim yox. Mən sadəcə olaraq cəmiyyətin aktiv tərəfində yetişmişəm. Bir də mən özüm 2005-ci ildən aktiv siyasətlə məşğul olmuşam, aktivist olmuşam. Mən bir əmmi oğlu var, universitetdə oxuyurdu. Mən danışırdım, danışanam. O yox, dedi, valla belə baxıram. Məni kimi universitet oxumaqdansa, sənin kimi qəzet oxumaq yaxşıdır. Yəni, bir insanın savadlı olması, danışması, nəsə olması, nəsə sözü yerinə deməsi, onun aldığı universitetin heç bir əlaqəsi yoxdur. Qətiyyən yoxdur. Yəni, sən dərd eləmə, hərf tanımırsan, düzdür, hərf tanımaq çox lazım məsələdir. Çünki orada sən yazılan kommentariyalar sən oxumalısan. Amma belə baxan, mən açığı deyirəm, sən statuslu adamın elə hərf oxuması... Mən Qazi yazsın, nətər oxudu? Yo, tanıyır, əvvəldən bilir qazisən, ona görə. Əvvəldən də çıxmısan da. Əvvəldən də çıxmısan, götə tanıdın. Bir də gözəl, de görüm, o şeydir, Zaur sizin üstünüzdən nə yığırdı? Reket. Reket yığırdı. Sən... Red diyor, recetti. Yazır ki, sən Esmiradan qozasan səfərəm. Olaram da, elə mənim özümə də torpaq lazımdır. Mənim özüm torpaq lazımdır. Birdən mənə deyirdilər ki, özünə Bakıda bir torpaq almışsan, deyirdim, Xırdalan o dikdən almışam, 2 nəfərlik. O dikə məzarda axı. Mən özümü, hər günümü ölümə hazırlayıram. Esmiranın 70 yaşı var, gəlib ora o vaxt o dedi faytonuna gedəcəm. Mən düşündüm ki, yəqin o arzu edib ki, mənim cənazəmi ilə faytonla apararsınız. Mən onu eləyəm mənim. Estağfurullah. Qulazi, mənim canlıma çıxıb, Zauru yıxıb sürtdüyüm, gedib deyirmiş ki, səfərin payını verdim orada. Abi, öz əlim belə eləyirəm. Səfərin payını verdim, zar müəllim. Qəşəng payını verib çıxdım. Nədir? Ceon, bilirsən də Zauru ayaqqabını 100 manat verib şeydən alıb, nədir? Esmiradan, o ayaqqabını mən dedim alıram, bax tövmə onu vuracaqdım, bax ne bırak. Bax ona bir kutunun içində, and olsun Allah. 100 manat verib deyib o ayaqqabını çıxart ver mənə. O vaxtı coşmuşa ayaqqabı atıldı. Həmin o ayaqqabıları orada jurnalistlər dərhal istədilər götürələr. Həmin o ayaqqabı Asobu gəldi Amerikaya, həqiqətən ha, Facebook onu gəldi Amerikaya və Amerikada ayaqqabını məhv elədilər ki, o uzun illər, 100 illər, 150 illər, məsələn də hansısa bir siyonistin başına atılmış ayaqqabı kimi inandırım səni ki, bir əsrdən sonra ayaqqabının qabağına namaz qılmasaydılar, mənə deyirsən deyil. Ağız adamlar da. İndi xəbər tutub ki, sən götürmək istəyirsən. Mən canlı yayımla dedim ki, mən o ayaqqabını almaq istəyirəm. Hə, eşitmişdim. Mən almaz, mənə də dedilər nədir? Mən dedim 50 manat verərəm. Mən fikirləşdim ki 100 manat deyəcəkdə, 50-dən qalxar 100-ə. O da dedi, yox, mənim kreditlərim var. Bunun da ehtiyacı var. O deyir ki, qonşu göy satılmış, biri 1 manata, biri 20 qəpiyə. Deyirsən, niyə 1 manata verirsən? Deyir, qardaş, mənim bir ehtiyacı var. Xərcim, borcum çoxdur. Onun kreditləri var idi bir 700-800 manat. İstəyirdi onu bağlaya. Mən də dəliyəm ona 700-800 manat. 100 manat verərdim, hə valla. 100 manat verərdim. Amma da 700-800 yox da. Mən dəliyəm. Yaxşı, indi o sən təşrif eləməsəydin. Zaurun adını yazmışlar ora. Onu niyə sildin, ay koş? Zaurun adını yazmışlar ora. Düzələmirsən, qoy Zaurun adı da qalsın orada. Qardaş, söyüş yazıb, bir qadınam. Sən nə Hə, bilirəm, Zaurun adını yazmışdan, hə? Tutmadın temanı. Bir koş tutmadın, qoy yazıram buradan sənə. Oxudum, attım da bloka. Yazdım sənə, bu da onun ikinci adıdır da o. Yazdığını möhkəm deyim, canlıda deyilsən Səfər. Hə, yox, möhkəm deməsən. Yoxsa Səfər bana yazıb ki... Gözələ de, gözəl deyəcək. Gözəldə tormuz yoxdur. Ay Allah, gözəli polunu jitkisindən təmin eləmişik. Nə danışsan bu axşam? Təmiz Alman jitkisi ilə. Gözəl söyüş olmaz. Qətiyyən.
Gözələ buradan deyirəm ki, Gedim, söyüş söymək olmaz. Bəs söyüş söysən elə bil ki, başını tacını attın yerə falan bəşmər. Birdən başladı, nə başladı? Söyüşün biri bir qəpik. Sən nə oxşadı o? Sən deyərəm kim olub? Bərdədə olmuş şeydə, gəlib bir qıza yaxınlaşıyor. Körpün üstünə deyib ki, qəşək ki, səndən xoşum gəlib. Qız deyib ki, qalib söyüş söyüb, belə olsun düz deyirəm. Qız deyib, utanmırsan, ayıbdır, bir qızla danışsan. Təzdən qayıdır ki, falan şey falan olsun, karıqdır, insan Allah üzürür say. Gözlərim ki, ona döndü valla. Qardaşım, mən həqiqətən də çörək ağzıma yeyirəm. Bu çörək mənə qənim olsun. Oruçluğa sabaha salma çıxmışım mən. Mən, bax, uşaqlara hücum çəkdilər, döymək istədilər. Dedim, mən uşaqları yetimliklə böyütmüşəm. Kim döymək istədi uşaqları? Uşaqların, necə deyərlər, mənim keçmişki yoldaşımın qohumları bu yaşadığım yerdə Qaradoqda qalır. Niyə döymək istəyirlər uşağı? Uşağı döyənin əlin qırarlar. Uşağı niyə döyür? Niyə deyim mən? Mənim oğlumdan bir sinifdə oxuyur. Bunlar dalaşa gələrlər. Uşaq özü 7 il bundan qabağa. Uşaqlar da balaca idi. Mən də özümü atdım ki, zülmlə bala saxlayıram. Özümü atdım, uşağın yerinə mən döyüldüm. Paxta olmayıbdı. Öz işlədiyim yerdə olubdu. Yaxşı. O videonu kim çəkib? O videonu kim çəkib? Qoy deyim da. Deyə qulaq as, qul gör nə deyirəm. Yaxşı, Mehris, 1 il 6 aydır sən məndən WhatsApp-dan danışırsan. Mənim canlıma gəlirsənsə, əgər mənim sən zaten məni tanımırsan, üzüyü görməmişəm, bir şey eləmişəm. Mənim döyülməyimi TikTokda da yox idi, yalan deyil. Mən, Füzuli də tanrı şadıdır. Bir də gördüm, Mehris'in canlısında mənim keçmişli yoldaşım var. Dedi ki, keçməyə özdə ki, keç direktə. Direktə keç. Bunlar direktə keçdilər. Mən Qaradoqda, o da o yanda. Bunu öz qohumları çəkib, qohum kətçiləri var. Bu da mən yaşadığım yerdədir. Bunu çəkib atıblar mənim keçmişli yoldaşıma. Bunu da WhatsApp-dan da WhatsApp-dan da Mehris'e göndərib. Mənim keçmişli yoldaşım. Sonra onu da atıp başqa bir gəlinə. Mən çörəyə bura yemirəm, bura yeyirəm. Gözəl hər şey bilir. Gözəl zirəkdir deyənə qanunları da bilirlər. Yaxşı, sən gəl Qəbəlliyə. Oradan bura Qəbəlliyə gəlməyə, üstümə gəlməyə, hamı burada desinlər ki, əgər səhv deyirəmsə, sən üstümə bəri gəl Qəbəlliyə. Sən bəri gələndən sonra bəs cəmaət nə deyəcək ki, mən də səni saçım, əl atıram, səni saçımı yonduram. Qanun var, qayda var. Nə tək ki, keçmişki yoldaşımı, keçmişki qaynanamı məhkəmələrdə, Şəki Apresiya məhkəməsində mən utdum. Gəncə Apresiya məhkəməsində mən utdum. İndi Mehris də belə baxarsa, gör qəhbə adı ilə gözəlim bala. Sənə buraxsın. Özür istəyirəm. Mehris dedi ki, uşaqlarını onun Ağla əli. bir dəqiqə. Bir dəqiqə, eşidirəm ha, nədir? Qaqa, gecən xeyrə mən çıxdım qadana. Hara çıxsa gözlə işləyirsən, özüm aparacam işə. Gözlə 5 dəqiqə, mən də çıxıram. Qardaş, işə görə, qardaş, mən çıxıram, mən evdəyəm, qadanam, ağzını açıb Bir dəqiqə, qardaş, gözlərin səsi sən bağla da özünlə. Bağlaya bilirsən? Gecən xeyrə, qardaş, mən çıxdım. Ay gözəl, olmaz da. Bir qoşu küstürdün. Ağzına Ay, gələn, qardaş, mən evdə qoşara oturmuşam, bu qurban. Yaxşı da, yaxşı. Bildim də, gözəl olmaz Ağzına da. gələn poxu yiyir, burada ağzını Gözəl olmaz da, tutardı. Boya olmaz axı. Bir dəqiqə deyən. İndi burada yazırlar. Yazır ki, Zaur yaşlı təbəqiyə həmişə hörmətlə yanaşır. Onlara heç vaxt daşdan baxır demir. Zaur Baxşəliyevin indi burada bir videosunu qoyacaq. Yaşlı adamı necə ələ salır? Onu yazan adam ona bax, sonra danış. Zaur gör, yaşlı təbəqəni necə ələ salır? Bir dəqiqə dostlar. Yaşlı adamı? Yaşlı adamları gör, Zaur necə ələ salır, yaşlı adamları. Biz orada olub. Gözlə deyəcəm. Burada olmalıdır, bir dəqiqə bağışla. Əllərim yadlarım, həmçə çırıq olur. Çırmaq olur. Orada bir dənə gəlin gəlmişdi. Biz bəri gələn olsa dırnaqları uzun, 2 uşaqlı.
Onu yoldaşına gəl. Hansı şey Simara? Ay sağ olsun. Dediğin kimi. Həmin Simarəni ATV-də sponsoru var. Simarəni uca göndər. Simara da gözəl qız, daha gözəl gəlimli bir şeydir də. Hə. Simarəni göndərlər uca maşın kursuna. Simara maşın öz uşağına baxmır, uşağın atıb anasının üstə. Uşağına baxmır, deyir ki, mən kimləyə istəyəm ki, Zaur müəllim. Zaur baxır. Orada təbrik Simarənin anasına. Amma üzr istəyirəm, bağışlayın, bir dəqiqə. Simarənin maşını yarımçıq qaldı da, ona efirə çıxdığına görə maşını alırlar. Çox güman ki, maşının təkərini aldılar, qalan şey qaldı. Biabırçılıq deyim valla. Allaha and olsun. Gözəl Zaurun burnunu götürübdü ki, biri yazıb ki, gözəl Zaurun burnunu qaytar. Yo, Zaur bunun burnun əməliyyat elətdirdi. Bunda bunun əməliyyat elətdirib də. Də burnun əməliyyat elətdirdi. Elə Zaur öz burnunu qoyub burnun yerinə elə hesab eləyirlər. Arkadaşlarım, bax, mən işdən də oldum. Mən bir ilə məsəl üçün getdim Zaur qol çəkdim, getdim. Sosialdan da oldum. 1 il 6 ay sosialdan da oldum. İndi sosial düzəldəmirəm. 6 aydan sonra sosial bölümümün qabağı açılır, sosial düzəldəmirəm. Uşaqlara dedim ki, bir dənə burun əməliyyatına görə sosialdan da oldum, işdən də oldum, uşaqlar məktəbdən də oldum. Gözəl, ay gözəl. Nehsoy xanım inciyir bizdən. Səni qoşduq, bayaqdan 3 dəfə də söyüş söydün, dayandırdıq. Nehsoy xanım yazır ki, mən söyüş söymədim. Nehsoy xanım gəlsin, bax sən danışan kimi səni çıxardacam. Qoy Nehsoy xanım gəlsin, təhqirsiz sözünü desin. Nehsoy xanım səsimi bağlayıram, yaxşı. Bağla səsini. Jitkizi möhkəm elə. Gəl bura. Nehsoy xanım. Nehsoy xanım. Ay Nehsoy xanım. Ay Səfər qardaş. Axşama xeyir. Bir dəqiqə, dur bir dəqiqə. Mən söyüş söymədim. Yazırsan ki, bir dəqiqə. Yazırsan ki, mən söyüş söymədim, eləmi? Bəli. Hamı da burada yazır. Bir dəqiqə. Aprel ayına gəlib Qəbələdə əllərini kəsib sənin filan yerinə deyəcəm. Bu söyüş deyil. Yox. Dedim yanvar ki bağlayacağım dedim. Yox qardaş yox. Bax burada. Yox sən yanına deyənə kimi, yox bir dəqiqə. Sən yanına deyənə kimi mən səsə bastım. Tam bilmirəm nə dedik. Amma qardaş bir adama deyirsən bir dəqiqə. Yox qardaş. Mən o tərbiyədə deyiləm. O vaxtı Cənab Prezident o vaxt şeylərə Paşinyan dedi ki, o bayrağını asmısan ona. O bayrağı götürüb qatda qoyun cibinə. Həmin yerdə səsi bağladılar, başqa bir şey yarandı yadında. Bir can adam elə bilirdi ki, indi Cənab Prezident durmaya söz deyəsin. Sən də burada deyirsən ki, qollarını bağlayıb yanına da bir dənə söz qalır da, onu qoymadım, səsə bastım ki, eşitməsin. Eşitmədim nə deyirsən. Yox qardaş. Aləm ne bunlar? Yox qardaş 7 ildir mən bu platformadayam. İkoş da mənim canlıma gəlir gedir. Yəni ki aşağıdan girir baxır da mən hələ bu vaxta qədər mənim canlımda ağzımdan söygü çıxmıyor. Nehsoy xanım üzr istəyirəm. Ay Nehsoy xanım, Dil xanımdan yaş soruşmazlar amma bu başqa yerə aiddir. Mən bilən sizdə yaş bir 50-dən yuxarı olmalıdır səhv eləmirəmsə. 58 yaşım var. Yaşı gizlətməz. Allah can sağlığı versin. Nəvəniz varmı? Yox, nəvəm yoxdur. Bir qızımı köçürtmüşəm. İnşallah olar inşallah. Allah inşallah olsun. Olan kimi TikTok'la nəvənin yerini dəyiş. Valla. Yəni nəvəni götür. Necə? Niyə ki? Mən də öz məsəl üçün burada dostlarım var. Mən fikir verirəm Nehsoy xanım. Mənim əvvəl bir canlı yayıma çıxan bir xanım var idi. Dırnaq arası xanım deyim, adını çəkməyim. Kürdəmirdən idi səhv eləmirəmsə. O qadın ancaq mübahisəyə meyillənirdi. O qadından biz əlaqəni kəsdik. O qadından mən əlaqəni kəsdim. Heç bir əlaqəm yoxdur o adamla. Yəni mən sizdə də artıq potensial hiss edirəm ki, siz də mübahisəliyə meyilli adamsınız. Yox. Yəni düşünmürəm bu o qədər vacib bir şeydir. Gözəl səsi bağlayıb, gözəl oturub orada, gözəl danışmır. Gözəl zaten İkoşu efirdən çıxartdı. Nəysə əl qərəsi. Sizin əlavə deyəcəyiniz bir şey varsa deyim, mənim də deyəcəyim var. Üzrsə mən başqa bir şey deyim. Burada yazır ki, Zaur yaşlı təbəqəyə... Xocalı soyqırımında gözəl o Xocalıları təhqir elədi. Başladı musiqi qoyub oynamağa. Belə əməli başlayıb, cəmaat aşağıdan yazır ki, Xocalıdır, ayıbdır. Bəs ona yaraşıqdır. Millət çıxıb.
Millət çıxıb canlısına deyir ki, gözəl, müsafirə qaldırıb. Deyir, gözəl, Xocalıdır. Sabah soyqırımdır. Deyir, mənim heç vecimə deyil. Neyimə lazımdır? Mən onlar Həmin qayıt var səndə. Qayıqlarım Həmin- var. Atar sonra atacağım. qayıt. İkinci də ki, mən gözəl, burada gözəl qoşulma, ha, bax, qoşulan kimi çıxardacağım. Yəni, gözəl tam adam deyil axı, mən deyəm ki, yəni düşüncəli adam, gözəl düşüncədən deyil. Gözəl müğənni deyil ki, deyəsən, konsert verdi bizi Azərbaycanca. Gözəldir də, hə, boşa ver geçsin. Mən onu ciddi qəbul edirəm. Niyə mənim ölümü sögür? Niyə mənim Əlbəttə ölümün olmaz. pambığını Olmaz, sögür? bir dəqiqə, olmaz. Burada yazırlar ki, Səfər Zaur yaşlı təbəqəyə hörmət edir, heç vaxt demir ki, daşdan baxır. Zaur yaşlı adamları ələ salır. Orada o, nədir, Xanım üzr düz istəyirəm. deyir. Bax, Xahiş xanım düz deyir. Hamısı təsdiq edir mənə. Xanım Qulaq, düz deyir. bir dəqiqə. Ona qayıdacam bir dəqiqə, qulaq. Zaur Baxşəliyev efirdə yaşlı adamları ələ salır. Çarəsiz adamları ələ salır. Evi dağılan adamları ələ salır. Hamı bilir ki, Zaur orada yaşlı arvadlarla məzələnirdi. İstəyir Ceyranla, istəyir, nə bilim, bu Esmirayla bunları ələ salırdı daimi. Zaur'u gəlib mən bura tərbiyyəsən. Zaur İstanbulda yediyi çörəyi arvadı ilə bir yerdə, kişi arvadının yanında olanlar üstünə silahlı gəlirlər. Silahlının üstə qaçır ki, onu arvadın yanına vurmasınlar. Sən çörək yediyin yerdə, yediyin qaba tüpürüb Zaur'u deyirəm hələ. Burada məni söydürən Zaur'dur. Sən arvadın qolundan qaçırsan, Türkiyə kimi bir yerdə qabağına biri çıxar tüpürər düzünə, deyər ki, sən niyə yediyin yeməyi yeyib qaçırsan? Hə, kişi deyirsən, gəl yaxına denən pulum yoxdur. Özdə tanınlığı bir vaxtda, yəni orada da qoy tutsun 300 dollar da yemək. Nə yeyə bilərsən sən orada? Qızıldan ət yeməmsən ki. Yəni sən bu səviyyədə adamsan da, sənin burada tərəfini sağlayanlar da Zaur'un səviyyəsindədir. İkinci, Zaur öz ölçünün qəbrinin üstə getməyən adamdır. Zaur mənlə özü neçə vaxt rişat eləyə bilməz. Zaur neçə vaxt mənlə özü müqayisə eləyə bilməz. Zaur'un pulu çox ola bilər. Nə olsun, pulu çox olmaq bir insanın tam olması demək deyil. Ay burada Zaur'u tərliyib, Zaur'dan 5 manat uluyanlar, yazanlar, hürənlər. Söhbət Zaur'un trollarından gedir. Kim Zaur'u səmimi sevir, danışırsa özü bilər. Amma Zaur'dan pul alıb danışan adam bilməlisiniz ki, siz Zaur'un qapısına yatan itindən betərsiniz. Buyur, Neysoy xanım, eşidirəm, hə, danış. Bax, məni söydü ayın 8-i günü. Mənə yazardı ki, direktə, verərdi nömrəsini, deyərdi ki, ay Nehir Erosoy, mənim adımı qəşəng deyirdi o. Bax, bu nömrəyə zəngilə danışaq. Niyə görə çıxıb canlıda mənim ölümü, dirimi, pambığı söyür? Kimə nə, mənim ölülərimi bastırmışam Dostlar, ki, ekrana gözəl bəyənəndə söylür. xahiş eləyirəm. Mən Əlbəttə ona olmaz. uşaqların TikToka cəlb eləyib. Deyirəm ki, gözəl, uşaqlarımı TikToka yox, uşaqlarımı oxutdur, uşaqlarımı dərs öyrət, uşaqlarım məktəbə getsin, telefona vermə, TikToka qoşma. Niyə görə gözəlin o mənim canlıma gəlib uşaqları söyüş, ana deyir ki, bu sözü dinə, əxlaqsız sözləri götürür mənim canlımda yazdırtır. Bu nəyə dəyər? Bu hansı şeylə, qanunla danışır, qanunla saç yonmadır. Gəlirəm gözəl, aprelin 5-i mən Qəbələ rayonundayam. İcra hakimiyyətinin qabulundayam. Gələrsən, ora saçımı yonarsan. Baxaram görüm necə yonacaqsan mənim saçımı. Yaxşımı? Mən özüm... Elə deyirsiniz ki, ay qardaşlar, elə deyirsiniz ki, gözəl Xocalı soyqırımının günün mahnı qoydu, oynadı. Elə bil ki, Röya hardasa Xocalı soyqırımına konsert verib. Gözəldir də bu, yəni gözəli ciddi qəb. Mən Zaur'un verişimə yerinə olsaydım, açığı deyirəm. Mən gözəli ya oturdub, tərbiyələndirib, sosial şəbəkədən mədəni bir formaya salardım, ya onu bir gün efirimdə saxlamazdım. Zaur da gözəli bilirsiniz niyə saxlayırdı? Gözələ görə bilirsiniz Qəbələdən nə qədər adam o verilişə baxırdı. Füzulinin anası deyirdi, Qurşitel cırılmışdı, tanklar gedirdi. O sözlərə görə bilirsiniz Sabirabad zonası nə qədər baxırdı o verilişlərə. Yəni efirin bir siyasəti var. Baxın orada. Hər yerdən bir adam. Bax, Bərdədən Arzu. Bax, Balakəndən Esmiragil. Zəngilandan Ceyran Aslan. Qəbələdən Gözəl. Sonra Qəbələdən də, Qəbələdən. Hər bölgədən bir adamı saxlayırdılar və o adamınla danışığın TikTokda özəllərinə də trend edirdilər və o adamları, insanları cəlb edirdilər verilişə baxmağa. Bax, budur bunların xisləti. Yəni, orada bir məqsəd var. Cəmiyyətin maariflənməsi yox. Sadəcə biz bugün nə qədər reyting yığıb, biz şirkətlərdən pul ala bilərik.
Budur. İşte qaldı burada yazırlar. Zaurun verilişi sən bağlatdın filan bəşmər. Qətiyyən bu belə deyil. Zaurun verilişinin bağlanması birbaşa prezident administrasiyasından gələn göstərişdir. Azərbaycana bütün verilişlər bağlandı. Yaxşı oldu. Bütün verilişlər bağlanır və yeni layihələr açılacaq. Və sizə əmin eləyim ki, o verilişlər, bu verilişlərə rəhmət oxudacaq. Amma inanmıram bu qədər kapital yığa bilərlər. Çünki Zaura o imkana inanmıram verələr ki, yalan çəkimləri reklam eləyə. Zaur yenə efirdə qalmağa çalışacaq. Çünki bu adamın, belə deyək də, xisləti ancaq pul yığmaqdır. Əgər pul yığa bilməsə, Zaur 5-6 ay sonra efiri tərk edib ölkədən çıxıb gedəcək. İndi bir sual yaranır. Zaur Baxşəliyevə sual verin. Görün, Azərbaycan olan 20 dənə daşınmaz ev əmlak, 4 dənə otel, Qəbələdə, Oğuzda, Qubada ev, bu bütün Türkiyədə, Bodrumda ev, bütün bunların vergisini dövlətə verib, bu pulları ölkədən necə çıxardıb, hamısı hərəsi bir müzakirə mövzusudur. Yetim Hüseynin adına ölkədən pul çıxardıb, bu da müzakirə mövzusudur. Bütün bunların hamısı Zaurdan tələb olunmalıdır və mən ölkənin baş prokurorluğuna bayaq müraciət elədim ki, əgər düz işləyirsinizsə, Zauru dəvət eləyin, Zaurun əmlakını yoxlatdırın. Zaurun əmlakı hansı pulla necə qazanıb, o pula qarşı vergi veribmi? Bütün bunları çıxardın ortaya. Bax, Zaurun, onu da deyirəm, Zaurun əmlakçıları öz adına deyil. Zaurun əmlakı qaynının adınadır, qaynanasının adınadır, bacısının adınadır, qardaşının adınadır. Bax, bu şəxslər Zaurun öz adına bir dənə ya iki dənə mənzili var, yoxdur. Ancaq bu adamların arasında Zaurun əmlakçıları var. Xeyli də əmlakçıdır. Araşdırın. Çıxardın ortaya. Zaur deməyəcək ki, bu atamın anamdan qalma qızıllarını almışam. O deyə bilməz onu. Çıxardın ortaya. Nə ilə qazanıb bunu? Efirə saxta həkim çıxardır. Həkimləri yalandan tərifləyir. Reklamla həkimlərə klient yığır və həkimlərdən pul alır, qara pul alır. Şota oturan pulu 3000 isə 7000 qıraqdan gəlir. O heç bir şota oturmur. Bunu eləyin. Bunu araşdırın. Qazilər yığışın, Zaur Qazinin evin yeməyini araşdırın. Şəhid ailələri yığın, Zaurun yediyi şəhid ailəsinin evini araşdırın. Bunları araşdırın. Əgər araşdırmaq istəyirsinizsə. Düz. Biri yazıb Zaurun verilişi nə oldu? Gözəl kimləri çıxartdı? Gözəl çıxır efirə, deyir mən ulduzam. O birisi deyir mən ulduzam, verilişə çıxmışam, ulduzam. Mən də deyirəm neşin bu göydə ulduzlar çoxdur. Sən demə. Televiziyanın rəhbəri Zaur Baxşəliyev reytingi Azərbaycana bilsən nədir? Baxın, Vəlizara görsün necə reklam verirlər. Baboşa görsün necə reklam verirlər. Zaura da elə reklam verirlər də. Gəlin sabah bir vətənpərvərlik mövzusuna bir veriliş açaq. Bədəninin bir parçası olmayan qaziləri yığaq ora. Bu millət baxmayacaq ona. O gün canlı yayımda bilirsiniz, Rəqsanə xanım mənə səs atmışdı. Bu məsələni bir dənəyə müzakirə edirəm mən. Öz cəmiyyətimizin için aşmaq istəyirəm, içi mən qarışıq. Öz payıma Vəlizara bu günə kimi toplam bir dəqiqədən artıq baxan adamın ətrafından qeyrətdən xəbəri yoxdur. Baxmaram həyatı boyu. Qabağıma çıxar, tullayaram yuxarı. Kəşfiyyatda çıxar. Dedilər ki, Rəqsanə niyə Vəlizarına özü reklam edeyib? Bununla bağlı böyük qovqalar yaşandı. Rəqsanə xanım mənə səs atdı, səsini yaydım, danışdım, amma mən cəmiyyətə sual verdim. Bu günləri Rəqsanəni Vəlizara ehtiyac eləyən bizik. Mən, Ceyhun, Ersoy, İkoş, digərləri, biz millət. Niyə? İndi qulaq asın. Bizim millət acından öləndə, sərhədlərdə, soyuqda donanda, Rəqsanə və Rəqsanənin əri dostları ilə birləşib sərhəddə qalan minlərlə Azərbaycanın isti ədyalla, yorğanla təmin elədilər. Termal coraqlarla təmin elədilər. Həmin adamların ölkə keçməsinə Rusiya və Azərbaycan sərhəddi problem yaratmışdı. Sərhəddi bağlamışdılar. Həmin onda posta, o şeydə, sərhədlərdə bədəni isti paltar görən, qarnı isti yemək görən termozlarından çay paylayırdılar. Həmin adamlar gəldilər ölkəyə, Vəlizarı lider elədilər. Rəqsanəni Vəlizara ehtiyac elədilər. Deyirək, bu zamanə tüfürüm o zamaniyə böyük tac elədi məni nəyə ki. Bax, həmin temadır. Siz Azərbaycana 20.000 ailəyə yardım eləyən Rəqsanəni apardınız, verdiniz Vəlizarın həyığına. Rəqsanə yazığında dövlətə hansısa bir adama borcu var.
dövlət də Rəqsanəyə bir vaxt verib ki, ay Rəqsanə, sən bu adamların pulunu verməsən, Rəqsanə bu momentləri boşa keçirmək istəmir. Konsert verib, gələn gəlirlərlə həmin pulları bağlamaq istəyir və buna bir gün deyirlər ki, sənin biletlərin satılmadı. Nağaraq, başını itirmiş adam, borc xərc içində, nə eləyək, nə eləyək? Deyirlər ki, gəl Vəlizarına reklam eləyək. Bəlkə də 3 il bundan əvvəl Rəqsanəyə desəydilər, deyirlər Vəlizarına eləmək, o geyik tuluyuna ilə. Amma indi ehtiyacı var biletin satılmasına ki, o adam kimlərəsə pul verməlidir. Bax, bizim cəmiyyət Rəqsanəni, bir daha deyirəm, 20 min adamın qarnını doyuran adamı, üzür istəyirəm, bir dənə orasını qoruya bilməyən adamı qurban verdilər. Bildin mi? İndi burada Rəqsanənin günahı çoxdur, yoxsa cəmiyyətin? Əlbəttə cəmiyyətin. Rəqsanə günahkardır ha. Süddən çıxmışan qaşıq deyil. Qəbul eləməməliydi. Belə bir söz var. Deyirlər ki, aclıq 1 il gedər, töhmət 1000 il gedər. Əlbəttə, amma adamla bir həbsxanaya düşüb, adamın 5 yaşında övladı var, anıya bağlı ana quzusu var. Bu adam çöldə olmaq üçün bütün variantları denəmək məzuniyyətindən. Dedilər, o delədir. Əslində o kompasın qurulmasından mən şübhəliyəm, tam səmimi deyim. Məncə o bir kompas idi. Rəqsanəyə qurmuşdular, bu başqa bir məsələdir. Bu məsələni bir də müzakirə niyə elədim? Bu məsələ artıq gündəmdə deyil. Ona görə müzakirə elədim ki, biz qazimizi, bu vətən uğrundan, canından keçən o şeyi demirəm, o Həmzəni demirəm. O Həmzənin işi gücü dilənməkdir. Söhbət ona getmir. Geylərə möhtac eləyə biləcək millətik. Biz buyuz. Bəli, qazilərimizin nələsi var ki, suyu istifadə eləyirlər. Azərbaycandan milyonçu var ki, içərdədir. Gəzdiyi bir levi qadının altına yarım milyona maşın qoyub. Ona desən ki, qazinin əməliyyatına 20 min pul lazımlar, deyəcək, məndə pul var. Amma bir əxlaqsıza yarım milyona maşın aldı. Gör nə oldu? Axırda həmin əxlaqsız maşını keçirdi öz adına. Onu da verdi şikayət, döydüyünə görə şikayət elədi, basdı içəri. Necədir? Amma sən o qaziyə bir 20 min versəydin, sənin arxanına dağ kimi dayanardılar, sənin yanına gələrdilər. Bugün sənin dalınca anandan başqa çörək götürən yoxdur, amma arxada milyonlarla pulun var. Nəydi o ki, Razi adlı bir qızı döymüşdü? Bayaqları mən canlı yayım açmışdım, Səfər qardaş. Demək, mən bu günə qədər öz canlı yayımımda cəmi 2 dəfə kart, o da qarşı tərəfin kartını paylaşmışam. Bir, o günləri rəhmətli Kənan Aşurzadənin yasında o mağarı bərbad vəziyyətdə görəndə, bir də bu günləri bir qazi qoşuldu mənim canlıma, evini göstərdi Beyləqan rayonundan, 3-cü qrup müharibə əlilidir. 4 tərəfi şifer olan, daş şiferdən olan, üstü də şifer, 4 tərəfi də şifer olan bir evdə yaşayır. Dedi ki, dəfələrlə müraciət eləmişəm, deyirlər Beyləqanda hələ ev tikilməyib qazilərə verilmək üçün, ev növbəsinə durmuşam. İcra hakimiyyətinə müraciət eləmişəm dedi, amma icra hakiminin özü ilə yox, nümayəndə ilə danışmışam. Və o mənə dedi ki, bizim büdcəmizdə pul yoxdur. Mən heç olmasa evimin üstünü dedim düzəldin, yağış içəri yağmasın. Və evin içində göstərdi. Divar göbələkliyib nəmişlikdən. Dedik ki, bəs bir qazi qardaşımız dedi ki, təklif elədi ki, həmin qardaş öz kartını desin, kartını paylaş. Qaqa, sən restoran qardaşı knopkalardan al bir dənə. Varım ne evdə, varım daş ölür. Hə, o şimdi kartını qoyaq, pol yığaq. Hay vermə. Kartını qoyaq, pol yığaq. Kartı qoyduq, birinci özüm qatdım 30 manatı, sonra bir şəhid atası 20 manat atdı, bir 2 dənə də, canlıda da 200-ə yaxın adam var idi. Ümumilikdə canlıya 4500 adam girib çıxmışdı. Bu kart qoyulan ərəfədə. 1-2 nəfər mülki adam, qalanları da qazi, şəhid ailəsi, veteran, cəmi ona 80 manat pol yığdıq. Amma sənin bayaq adını çəkdiyin adamın canlısına bir qazi çıxdı. 2 dəqiqə Vəlizar bir dənə belə elədi, komand elədi ki, keçin o tərəfə atın. Hə. Keçin o tərəfə atın, 10 min. Nə qədər atdılar? Ya 2-3 min bir nəfər atmışlar, 10 mində bir xanımın uşağının müalicəsi üçün atdı. Bir dənə belə elədi ki, keçin o tərəfə atın. İndi qulaq, indi müharibə başlayanına, o hücum eləyənlər bu millətə demək lazımdır ki, Vəlizar aparıb döyüşsün. O vaxtda pandemiya olanda hamı tökülmüşdü alimlərin üstünə. Alimlər demişdi, gedin futbolçular sizi müalicə eləsin. Futbolçuya milyon verirsiniz, bizə 5-10 min euro pul.
Qəşəng temaydı. Düzmü qardaş? Gedin, Kamil xoş gəldin. Necəsən ha Kamil? Gəl çıx bura, səndən işim var. Səndən incimişəm, gəl bəri. Bayaqdan zəng edirəm, telefonu götürmürsən. Mən bayaqları Hə. bir jurnalist paylaşdım. Təsadüf nəticəsində bu günlər bir qazimizin evi tikilirdi. Onun yanına getmişdim. Təsadüf Ha. nəticəsində